Həmçinin Allah Teala Bəyyinə surəsi 5-ci ayədə buyurur ki: "Və mə umiru illə liya'budullaha muxlisina lehu'd-din hunafa'a və yuqimus-salah və yu'tuz-zakah və zalika dinul qayyimə." Allah Teala buyurur ki, halbuki onlara əmr olunmuşdur ki, həniflər kimi dini Allaha məxsus edərək ona ibadət etsinlər, onun üçün namaz qılsınlar və zəkat versinlər və doğru din də budur. Dəyərli qardaşlarım, bu ayədə özünü tap. Əgər İbrahim əleyhissalam kimi, ondan sonra gələn peyğəmbərlər kimi tək Allaha hənif olaraq, şirkdən üz döndərib, tək Allaha ibadət edirsənsə, namaz qılırsansa, əgər malın zəkata düşür, onun zəkatını verirsənsə, və zəlikə dinul qayyimən üzərindəsən, doğru din budur. Sən doğru din üzərindəsən. Bu həmçinin mükafatdır. Ayələrə baxın, dəyərli qardaşlar. Ayələrə baxın, Allah Teala bir çox ayələrdə mükafat verir. Kimlər ki, onları eləyirsə, niyə görə sən sahabələrin haqqında nazil olan ayələrin altına sən düşməyəsən? Sən də düşə bilərsən. İmanınla, Allaha olan təvəkkülünlə, Allaha olan bağlılığınla, çətinlik anında Allaha qul olmağınla vallahi sən də düşə bilərsən. Niyə görə? Çünki ayələr umumidir. Səbəb xas olsa da ayələr umumidir. Onların altına sən də düşə bilərsən. Namaz qılırsan, tövhid əhlisən, sünnəti yaşayırsan. Lakin bu sənə arxayınlıq gətirməsin. İnnəhum kənu yusari'una fil xayrat və yəd'unana rağaban və rahaban və kənu lana xaşi'in. Allah Teala deyir ki, peyğəmbərlər üçün bu səhifəyə baxsaq Quran-ı Kərimdə Allah Teala peyğəmbərlərindən danışır. Deyir ki, onlar xeyir əməllərdə yarışırdılar. Lakin bizə elə dua edirdilər ki, qorxu və ümidlə və kənu lana xaşi'in, bizim qarşımızda xuşu ilə dayanan qullar idi. Yəni ibadəti et, tövhidi, sünnəti yaşa, lakin bu arxayınlıq gətirməsin. Daim Allahdan qorxmaq lazımdır ki, Allah Teala birdən əməllərimizi qəbul eləməz.